Nərmin restoranda canlı yayımda olarkən son günlər yaşadığı yorğunluqdan söz açıb. O bildirib ki, 3 gün ardıcıl qutab bişirib və bunun təsiri hələ də bədənindən çıxmır. 3 gün qutab bişirdim, hələ də yorğunluğum bədənimdən çıxmır. Onun səmimi etirafı izləyicilərin diqqətini çəkib. Çətə qutardı. Yox, Bakı burada işlədim. Şaurma da ora, bəli, nömrə 1 şeydə. Qış parkı ilə üzbəüz. Nə yeyirəm? Doğramat. Kosmetoloqum demir estetik gözüm. Saçımı nə ilə vurdum? Salfetka ilə bağladım. Elə bildim qoçətdir. Yox, Elnur, qoçət deyil. Şaurmadır. Qış parkı ilə üzbəüz. Yox, mən belə yerə durub şəhərin harasındansa bura gəlmədim. Burada çəkilişim var, bura yaxında ona görə. Cemaat görünür. Bir şey mesela var. He. Allah hakkım. Koftam hardandır? Espoçik'ten. Nabrana gedəndə almışdım. Canlıdır, arkada göründü. Ayda plyonkom nə qədər nazikdir. Çox sağ olun. Bax SMS-i Aycam. Nabrana zada. Keçən ay getmişdim Nabrana. Ne yeməkdir? Doğramac. Qaynağı kiveliyib Sumqayıtda Əsmər xanım. Zaqarı harda almışsınız? Ay9 aparatında. Evet. Çatlasınlar. Doğğa değil. Niye et yeməkləri yemirsən? Pulum yoxdur ona görə. Salam. Rayonda. Sırğanı indi düz taxmısan doğrudan. Həcinin şotunu abid edirsən, hə, doğrama çaldı mənim üçün.
düşür mənim başıma. Ay TikTok xəbərlər, necəsən? Şabab yeyəndə də həcc aldı, doğramac yeyəndə də həcc aldı. Nə səviyyəsiz adamsan, İraq yaxşılarından. Doğulduğun gündən öldüyün günə qədər kimlərinsə şotuna yaşayırsan.